M parametrin hansı qiymətində tənliyin kökləri cəminin kökləri hasilinə nisbəti 5-ə bərabərdir. V terimini əsasən çevrilmiş kvadrat tənliyin, burada da çevrilmiş kvadrat tənliyi verilmişdir. Bizə x kvadrat əmsalı 1-dir. Çevrilmiş kvadrat tənliyin köklərinin cəmi x-in əmsalının əks işarə ilə olanı bərabərdir. 2m üstəgəl 3 və hasili isə sərbəst əddə bərabərdir. M çıxılsın 6. Köklər cəminin kökləri hasilinə nisbəti 5-ə bərabərdir. Yəni 2m üstəgəl 3 bölünsün m çıx 6 bərabərdir 5. Burada yazaq 2m üstəgəlsin 3 bərabərdir 5m çıx 5-i bir də 6-ya vursaq 30. 5m çıxılsın 2m bərabərdir 30 üstəgəlinsin 3. 30-u buradan sol tərəfə keçirsək müsbət olar. 3m bərabərdir 33, m də bərabərdir 11.